Sınaq şüşəsindəki M qram kalium permanganatın bir miqdarının parçalanması zamanı 69 kilojul enerji dolmuş və alınan X qazı sınaq şüşəsinə toplanmışdır. Deməli, parçalanma zamanı alınan X qazı, təbii ki, bu oksigen qazıdır. Ayrılır, gəlir buradan, sudan keçir, gəlir bu yuxarıda toplanır. Daha sonra isə həmin sınaq şüşəsinə Y qazı əlavə edilir və şüşəyə yanar kibrit çöpü yaxınlaşdırılır. Gürüldayici qaz. Sınaq şüşəsində olan gürüldayici qaz qarışığının reaksiya nəticəsində 13-12 sözə enerji ayrılır. Və ayrılan enerji ilə qalan kalium manganat maddəsini parçalamaq mümkündür. Bunun yanması bu qədərdir. Gəlin belə deyək, məncə bu digərləri kimi dəhşət deyildi. Yəni, o qədər dəhşət bir ağır deyil, normal, yəni düşə biləcək tərzdə artıq bu. Digərləri düşə biləcək tərzdən biraz daha ağır idi. Deməli, belə deyək, rahat görək bütün hər yerini. Kalium manganodördün permanganatın parçalanma tənliyini elə buradan yazaq. Kalium manganodört. Kalium. Deməli, adlara da diqqət edin, arkadaşlar, həmişə. Kalium manganodört. Bu permanganatdır. Oksidləşmə dərəcəsi ən yuxarı olana per-2-ci deyirik. Permanganat. Digəri isə kalium manganat adlanır. Buna da diqqət edin. Mangan O2 plus O2. Əmsallaşdıranda nətərdir əmsallar? 2 bura yazsaq 2 kalium, 2 mangan, 8 oksigen, 2 də oksigeni yoxsa bərabər olur. 4 oksigen, 8 oksigen bərabərdir. Deməli, 2 bura atsaq bərabər olur reaksiyamız. Reaksiya parçalanması zamanı 69 kilojul enerji udulmuşdur. İndi bizim götürdüyümüz kalium manganodördün nə qədərinin parçalandığını bilmirik. Yəni, tam parçalanır, az parçalanır. Zaten görünür ki, qalan kalium manganodört maddəsini parçalamışıqsa, bir məsələ deyil. Ümumiyyətlə, bəzən sualları işləyəndə, sualı biz tam oxunmadan bəzən mekanik olaraq bir hissəsini oxuyuruq, suala girişirikdə. Yaxşı olar ki, həmişə ya test olsun, ya belə situasiya fərqi yoxdur. Yəni, uzun bir sualdırsa, sualı oxuyanda tam oxuyub sonra sual işləmək daha yaxşıdır. Çünki bəzən, məsələn, kalium manganodördür, onu parçalamalıyıq. Ama sualın sonunda deyir ki, məsələn, qalan kalium manganodördü parçalamaq üçün. Deməli, artıq burada bir məlumat var ki, biz o maddəni tam parçalamırıq, qismən parçalayırıq, yəni. En azından sual tam oxuyanda müəyyən bir fikir formalaşır da sual haqqında daha çox. Daha sonra arkadaşlar burada 69 sözə enerji udulmuş və alınan X qazı, deməli X qazı da oksigen qazıdır. Oksigen qazının da hidrogen qazı ilə növbəti sınaq şüşəsində reaksiyasını yazırıq. 2H2 alınır 2H2O və bu reaksiya zamanı yoldaşlar 13-18 sözə enerji ayrılır. Bu reaksiyada görülür ki, Q yanma, Y maddəsi deməli burada hidrogen qazı idi, X qazı da oksigen qazı idi. Hidrogenin yanma istiliğini 276 kilojul bölü mol vermişəm. O zaman burada 2 mol hidrogen reaksiyada yanırsa, suyun alınma tənliyi yazmışıq da, gürüldayici qazın reaksiyası. 2 mol hidrogenin 1 mol oksigenlə reaksiyasından 2 mol su alınır və bu zaman 2 vur 276. Yəni 572 eləyir də, yoxsa 560, 552, 52, hə. 552 eləyir. Deməli, 552 kilojul eləyir. Bu reaksiyanın istilik effekti. 2 mol hidrogen yandığı üçün. Və buradan ayrılan enerji isə 13,8 kilojul olur. Yazaq ki, onda 2 mol hidrogen, 1 mol oksigenlə reaksiya daxil olanda 552 enerji ayrılırsa, bəs 13,8 kilojul enerji ilə mən neçə mol oksigeni yandırmışam? Neçə mol oksigeni yandırdığımızı, neçə mol oksigen daha doğrusu istifadə edədiyimizi tapaq. Oksigenə yazaq X. X bərabər nə edir burada? Litinə molna yazmışam. Məsələn? 1125. Hə. Deməli, oksigeni tapırıq burada. 0,125 mol oksigen qazı sərf olunur. Bizə? 125 yox, 25.
Yani %25. %25. Sıfır tam. Öyle burada %25. Evet. Bir daha öyle. Mesela. Belki gramlanası. Necə? Belki gramlanan işliyor. Gram lazımdır bize. Bakın göre. Karışığın artık kalan gazın reaksiyadan sonra artık kalan gazın kütlesini ve formulunu qeyd edin. Ne bileyim, sen işləyə bilərik qramla da. Olar, qramla işləyə bilərik. Yaxşı. E, rahat rahat rəqəm olsun deyirsən. Məsələn, burada 32 yazsaq, bura onda neçə eləyəcək? 0,8. Hə, 0,8 qram eləyəcək. Qramla işləyək onda. 0,8 qram eləyəcək. Deməli, oksigen qazı 0,8 qram sərf olunub. Daha sonra yoldaşlar, baxaq görək. Bizdən bir daha baxaq. 28-ci sualda tələb olunan odur ki, baş verən reaksiyaların hər ikisinin termokimyəvi tənliyini yazın. Biz hələ ki, yuxarıdakı reaksiyanın termokimyəvi tənliyini qura bilmirik. Çünki orada istilik effektini bilmirik hal-hazırda. Cümləyə baxaq. Sınaq şüşəsində olan guruldayıcı qaz qarışımının reaksiya nəticəsində bu qədər enerji ayrılır və ayrılan enerji ilə qalan kalium manqanat maddəsini parçalamaq mümkündür. Yəni 13,8 kilojul enerji ilə biz bu enerji ilə qalan kalium manqanat maddəsini də parçalaya bilirik. Nə qədər kalium manqanat maddəsi qalıb, biz ona baxaq görək. Və bu reaksiya zamanı 69 enerji udulmuşdur. Gəlin onda belə bir şey eləyək də. Bizim bu reaksiyamız nəticəsində 0,8 qram oksigen qazı ayrılmışdır. Bax, bu reaksiya nəticəsində, hani birinci reaksiyada. Ayrılan oksigen qazının elə bil ki, üzərinə hidrogen qazı gəldik, Y qazı əlavə elədik. Və guruldayıcı qaz qarışığı aldıq da. Deməli, biz burada aldığımız oksigeni gəldik, burada hidrogenlə reaksiya daxil elədik. Deməli, həmin o oksigenimiz bizim 0,8 qram imiş. İndi 0,8 qram oksigenin yaranması zamanı əgər 69 kilojol enerji bu reaksiyadan udulmuşdursa, bəs yaxşı, 13,8 kilojol enerji ilə isə qalan bütün yazmışıq ki, qalanı da parçalamaq olar da. Bəs 13,8 kilojolla nə qədərini bunun, nə qədər oksigen alınardı? Məsələn, belə yazmaq olar da. Düzdür, mən oksigenlə işlədim. Oksigenlə işlənməyib, məsələn, baxaq görək qaz reaksiyasından sonra alınan. Deməli, biz buradan promoy tapaq, oksigenin kütləsini tapacağıq. Tapaq oksigenin kütləsini. Nə qədər eləyəcək oksigenin kütləsi burada? Yox, balaca rəqəm eləyəcək. 0,16. Deməli, %16 qramda yoldaşlar. Burada oksigen olacaq elə bir. Qalan miqdarını da, qalan hissədən də parçalanmasından 0,6 oksigen alınır. Deməli, mənim ümumi alına biləcək oksigenimin miqdarı kalium manqanat 4-dən 0,8 zaten almışam. 0,6 da artıq qalanın içində var. Onda cəmi bu mənə 0,96 oksigen verə bilərdi. Onda mən əlimdə ola biləcək bütün kalium manqanatları tapsam, yazaram ki, bunun 2 vur emeri nə qədərdir bunun? Emeri nə qədərdir yoldaşlar bunun? 158. 158. 2 vur 158-dən 32 qram oksigen alınırsa, 0,96 qram oksigen nə qədər kalium manqanat 4-dən alınır? Elə bir bütün kalium manqanatları tapmağa çalışıram da bir dəfiyə də. Nə qədər eləyəcək bu buradan? 16 %16 biz artıq qalanını tapdıq. 0,8 də alınmışdı da. Cəmi 0,96 oksigen oldu da. İkisi ümumi oksigen. Ümumi ola biləcək oksigen yəni əlimizdə. Elə bil ki, bir dənə keçim üzərindən. Yoldaşlar, baxın, hal-hazırda, diqqət edin, hal-hazırda siz bu reaksiyadan 0,8 qram oksigen almışsınız. Onu da hardan tapırıq? Hardan tapırıq? Diqqət edin. Suyun alınması tənliyini yazmışıq. Suyun alınmasında 32 qram oksigen 552 kilojol enerji ayrılır orada. 13,8 kilojol enerji ayrılıbsa 0,8 qram oksigen reaksiya daxil edir. O 0,8 qram oksigen də
kalium permanganatın parçalanmasından alınıb. Bu öz yerində. Daha sonra yazılıb ki burada suyun parçalanması zamanı ayrılan enerji ilə, yəni bu 13-18 kilojol enerji ilə qalan kalium permanganatı da parçalamaq olardı. Yəni mənim əlimdə qalan kalium permanganat nə qədərdirsə, onu parçalamaq üçün bu qədər enerji sərf eləməliyəm mən. İndi mən nə qədər qalıb onu tapmaq üçün belə bir yol edirik ki, bir rahat olsun deyə bir də kalium permanganatı 2 dəfə tapmayaq da, bir dəfəlik tapaq da. Yazıram ki, 0,8 qram bayaq oksigen alınmışdı. O qədər oksigenin alınması zamanı 69 kilojol enerji ayrılmışdı kalium permanganatın parçalanmasından. 0,8 qram oksigen ayrılanda 69 kilojol enerji ayrılırsa, bəs 13 onda udulursa daha doğrusu, 13 onda 8 kilojol enerji istifadə eləsəm qalan hissəsini parçalamağa. Oradan nə qədər oksigen alaram? Tapıram buradan da 0,6. Deməli 0,6 oksigen qalan hissəsini parçalayanda alıram. 0,8-də bayaq parçalayıb almışam. Cəmi 0,96 oksigeni var bu kalium permanganatın. İndi rahatca bir dəfəlik tapıram ki 0,96 oksigen nə qədər kalium permanganatın içində olar? Nə qədər kalium permanganatdan almaq olar daha doğrusu? 2 vur 158-dən 32-dirsə 0,96 x. X bərabər nə edir yoldaşlar buradan? 9,48. Deməli 9,48 qram. Yəqin ki, Lara, bayaq sən bu qramı rahat buradan çıxmaq üçün deyirdin. Bəli. Hə. Deməli 9,48 qram kalium permanganatın ilkin kütləsidir. İndi baş verən reaksiyaların termokimyəvi tənliyi yenə yazmadıq. Yoldaşlar, indi burada belə eləyək biz. Bax 9 tam bizim elə bil ki kalium permanganatımızın nə qədərinin parçalanması zamanı 69 kilojol enerji ayrılır. Biz bu reaksiyanın elə bil ki termokimyəvi tənliyini yazırıqsa nə etməliyik? Reaksiyanı yazmalıyıq, əmsallaşdırmalıyıq və istilik effektini qoymalıyıq ki sonuna bu reaksiyanın termokimyəvi tənliyi sayılsın. Suyun məsələn termokimyəvi tənliyini yazmışıq. 2H2 plus O2 alınır H2O və 552 kilojol. Bu onun termokimyəvi tənliyidir yoldaşlar. Amma kalium permanganatda istilik effekti yoxdur deyə termokimyəvi tənliyi sayılmır elə ki. Ona da necə yazacağıq? Bax indi burada biz 69 kilojol enerjini elə bil ki 0,8 qram oksigen alınanda almışdıq da elə. Yazaq ki onda 0,8 qram oksigen alınanda 69 kilojol enerji ayrılmışdırsa bu reaksiyadan, bəs 32 qram oksigen alınanda axı reaksiyada əmsallaşdıranda 1 mol oksigen var. 32 qram oksigen alınanda nə qədər enerji ayrılar? Bu da 4 dəfə 4 dəfə. Nə edir bu? 276 mı edir? Neçə? 2760, hə. 2760. Onda bu reaksiyanın sonuna da nə yazırıq? Minus mənfi, yəni 2760. Bu reaksiyanı yazırsınız, əmsallaşdırırsınız. Sonuna bir dənə minus 2760 yazırsınız. Bu olur reaksiyanın deməli istilik effekti. Bunu da yazdıq sonuna. Daha sonra keçirik. Termokimyəvi tənliklər hazırdır. Guruldayıcı qaz qarışığının reaksiyasından sonra artıq qalan qazın kütləsini və formulunu qeyd edin. İndi burada artıq qalan qaz nəyə görə müəyyən olunur? A qram X, A qram Y. Hər ikisindən yoldaşlar eyni qram götürülür. Hər ikisindən eyni qram götürülübsə, onda burada təbii ki hidrogendən artıq qalacaq da məlum məsələdir ki. Çünki 2 hidrogenə 32 oksigen girirsə, yoldaşlar, 0,8 oksigen var idi axı mənim əlimdə. 0,8 oksigenə də 8 dəfə, 16 dəfə azdır da bunlara. Yox, 4 deyil, özürsən, qrama çevirək bunu, qramla yazırıq. 34 qram hidrogenə 32 qram oksigen girirsə, 0,8-nə də deməli, sonra bir hidrogen girər reaksiyaya, eləmi? Deməli, hər ikisi bərabər idisə, hər ikisini 0,8 qram götürməliyik o zaman.
Hidrogenden 0,8 qramdan 0,1 qramı reaksiyaya daxil olursa 0,7 qramı artıq qalır. Onda gürültayıcı qaz qarışığının reaksiyasından sonra 0,7 qram hidrogen qazı, yəni Y qazı artıq qalır və Y qazının da formulu H2-dir yoldaşlar. Məlum məsələdir artıq. Bunu da belə almışsınız yəqin ki. Daha sonra gəldik sonuncu etap. Kalium manganodört maddəsinin götürüldüyü sınaq şişəsində bərk nümunə kütləsinin dəyişməsinin zamanlar arası qrafiki. Arkadaşlar, orada bərk nümunə kütləsi necə olacaq? Bax, biz tapdıq ki, bərk nümunə kütləsi kalium manganodörtün parçalanan kütləsi deyil də sırf. O axı ilkin miqdarda daha çox götürülmüşdür. Biz onu ümumi tapmalıyıq. Yəni 9,48-dən başlamalıdır kütlə. Və sadəcə parçalanma zamanı 0,8 qram oksigen alındığı üçün 0,8 qram oksigenin kütləsinə görə bərk nümunə çox cüzi azalacaq. Mən biraz çox azaltdım qrafikdə. Cüzi miqdarda belə 9,40-a düşəcək. 9,40. %8 %8 idi o. Mən 8 0,8 olur. %0,8 azaltmalıydı və hə, onda neçə edir? 8 Hə, 868-də bir almışım. 0,8 azaldı. Hə, belə. Baxın görək indi. Müəllim, 28-ci sualın bir dəfə üstündən gedə bilərsiniz. Hmm, 28. Başdan səhv getmişəm mən. A qramdır deyə ikisi.